Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün dövlət proqramı çərçivəsində paytaxtın yol nəqliyyat şəbəkəsinin optimallaşdırılması və sıxlıqların aradan qaldırılması məqsədi ilə strateji əhəmiyyətli layihələrin icrası davam edir. Məlum olduğu kimi, sürətli məskunlaşma və tələbat fonunda Mehdiyabad, Binəqədi və ətraf ərazilərdən şəhər mərkəzinə doğru hərəkət edən nəqliyyat vasitələri mövcud infrastrukturda ciddi yüklənmələrə səbəb olur. Hazırda bu istiqamətdən gələn sürücülər əsasən Binəqədi şosesi, Azadlıq prospekti, Bakı-Sumqayıt şosesi, Ziya Bünyadov prospektinə və digər şəhər yollarına daxil olmaq məcburiyyətində qalırlar. Bu marşrutlar, xüsusilə Binəqədi şosesinin dar hissələrində, Azadlıq prospektinin və Ziya Bünyadov prospektinin kəsişmələrində gündəlik olaraq böyük tıxaclar yaradır. Həmçinin sözügedən nəqliyyat vasitələri Mehdiyabad, Binəqədi və ətraf ərazilərindən keçərək, oradan isə Binəqədi şosesi, Azadlıq prospekti, Bakı-Sumqayıt şosesi, Ziya Bünyadov prospektində və digər yaxın ərazilərdə mövcud olan tıxaclarla hərəkət etmək məcburiyyətində olurlar. Mövcud problemi köklü şəkildə həll etmək məqsədi ilə Abşeronun şimal-qərb hissəsini şəhərin şərq və cənub-şərq istiqamətləri ilə birbaşa birləşdirəcək yeni Mehdiyabad, Baksol, Ziya Bünyadov prospekti, avtomobil yolunun inşası və Heydər Əliyev prospektinədək əlaqələndirilməsi nəzərdə tutulur. Gələcəkdə isə bu yol 8 Noyabr prospekti ilə birləşəcək. İnşa ediləcək bu yeni iri miqyaslı yol Mehdiyabad qəsəbəsi və Binəqədi ərazisindən başlayaraq Binəqədi şosesi ilə əlaqələndiriləcək. Bu addım nəticəsində nəqliyyat axını daha balanslı paylanacaq. Xüsusilə Binəqədi, 20 yanvar, Ziya Bünyadov xətti üzrə müşahidə olunan gündəlik sıxlıqlar azalacaq və bir çox nəqliyyat vasitələri bu sıxlıqlardan kənarda alternativ yollarla hərəkət etmiş olacaq. Ümumilikdə, həyata keçirilən bu infrastruktur layihələri dairəvi yollarla birlikdə şəbəkə formalaşdıracaq və daha rahat alternativ marşrutlar yaranacaq. Hal-hazırda, Azadlıq prospekti Binəqədi şosesi istiqamətindən Binəqədi Novxanı yoluna birbaşa və fasiləsiz yol bağlantısı mövcud deyil. Bu istiqamətdə hərəkət edən nəqliyyat axını, ensiz və dönmə manevrləri çox olan yol ilə hərəkət etməyə məcbur qalır ki, həm hərəkət vaxtının artmasına, həm də yol şəbəkəsinin əlavə yüklənməsinə səbəb olur. Həmin yolda aparılacaq yenidən qurma işlərindən sonra birbaşa və fasiləsiz çıxış təmin ediləcək. Nəticədə nəqliyyatın hərəkəti sadələşdiriləcək, marşrutlar qısaldılacaq və ümumi hərəkət səmərəliliyi artırılacaqdır. Həmçinin, həmin istiqamətdən çəkiləcək yeni tramvay xətti, sərnişinlərin rahat, təhlükəsiz hərəkətinə kömək olacaq, alternativ marşrut yaradacaqdır. Bu layihələrin vətəndaşlara qazandıracağı rahatlığı real nümunələr üzərindən göstərək. Sumqayıt-Xırdalan istiqamətindən Nərimanov metro stansiyasına hərəkət edən sərnişinlər, 20 yanvar dairəsi və şəhərin mərkəzinə daxil olmadan Ziya Bünyadov, Heydər Əliyev prospekti istiqamətinə hərəkət edə biləcəklər. Masazır istiqamətindən hərəkət edən nəqliyyat vasitələri, yeni salınan Mehdiyabad, Baksol, Ziya Bünyadov yolundan istifadə edərək, 20 yanvar dairəsinə daxil olmadan Əhmədli, Hövsan istiqamətində hərəkət edə biləcək. Pirşağı, Fatmayı, Mehdiyabad istiqamətindən şəhərin cənub hissəsinə hərəkət edən sərnişinlər, Binəqədi şosesinə daxil olmadan Mehdiyabad, Baksol, Ziya Bünyadov prospektinə keçərək bu səfəri yerinə yetirə biləcəklər. Nəticədə, Binəqədi şosesinin yükü iki yol arasında paylanmış olacaq. Bu da qeyd olunan istiqamətdə tıxacların azalmasına səbəb olacaq.